Mən yolumda gedirdim. Buradan Haftoraya dönəcəyəm Springsdən. Qardaş arxadan gəlirdi. Fiat Doblo markalı maşın arxadan gəlirdi. Bilməm, indi qurban olma Allah haqqına da girməyək. Yəqin ki, yuxulu idi, nə idisə mənim öz yolumda mənə vurdu. Mənim sürətim elə də yüksək deyildi. 80-90 arası sürürdüm, dönəcəyim də qabaqdan. Oradan maşını sürüşdürüb aparıbdı ora kimi. Orada maşını özüm saxlayıb düşmüşəm. Hələ yaxşı ki, remeni taxmışdım. Yəni remeni taxmasaydım bəlkə də başqa fəsadlar olacaqdı. Kafalarına geçen bir şey. Onun şöyle 26 aprel 2025-ci il tarixində saat 10:30 radələrində Ələt Astramagistral yolunun Lənkəran rayonunun Girdəni kəndi ərazisindən keçən hissəsində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində bir nəfər kişi, bir nəfər qadın cinsli şəxs müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. Yaralılara zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicələri təcili yardım şöbəsində davam etdirilir. Vəziyyətləri kafi olaraq qiymətləndirilir.